Bizi apardı o illere. Hakikaten o elen iller idi ki, indi hamımız bilirik de, o illerde insan hiç neye fikirləşmir. Yani ona illeri biz edebiyatta kaygısız iller diller. Hazır yiyir. Kaygısız iller, bezimizde de olmurdu. Nasip müəllim rəhmətli İskender'in adını çəkdi, biz oraya Əvaz dedik de. Əvaz da biraz uzun müddət tək oğlan olmuşdu evde. Biraz erköyün idi. Biraz gülmeyi de ki, bir qeyri-adi gülmeyi vardı. Demək Nəsir müəllimin dərsində yuxarı sinifdə oxuydu. Bu biraz şuluq elədi, Nəsir müəllim bunu möhkəm döydü. Çox möhkəm döydü. Hatta elə oldu ki, mən durdum ayağa, Nəsir müəllimdən arxadan yapışdım. Çəkdim bu ana, yapışdım Nəsir müəllimə, sən neysən? Yaxın öldürəcəksən də. Qızmışdı, dəyinə də qızmışdı. Həm yazıdadır Nəsir. Neyse, sonra onu aldı. Yani vaxtı məqam olub, Babasərdə işləyirəm. Gəldim, orada 50'nin çarşısı vardı, indi orada təzə düzəldi. Orada oturmuşuq. Nəsir müəllim gəldi. Gəldi, biz də 5-6 nəfər sinif yoldaşlarıyla. Nəsir müəllim gəldi. Avaz bir az dedi, mən sənə halal eləməyəcəm. Nəyə halal eləməyəcəm? Mən döymüsən, mənə halallıq verməlisən. Dedim, neyiniyim? Dedim, mən bir dənə Marlboro sigareti aldı. Hakikaten Nəsir müəllim bir dənə Marlboro sigareti aldı. Bağışladı ona, dedi, indi halal eləməyəcəm. Çayı da pulu verdi. Nəsir müəllim bizə xatirələrdə bizə qalıb. Hakikaten onların ikisi də, onlardan da başqaları var. Belə qızıl uşaqdılar. Belə hadisələr olub. Allah onları rəhmət edin. Bizim bax bu Nəsir müəllim bu sözündən sonra mən istəyərdim bizim şagirdlərimizdən, şagird deyəcəm amma mən demirəm belə. Şimdi ağıl adamlarsınız amma şagird deyəcəm. Bizim şagirdlərimizlə sözümüzü davam eləyək. Elə o başdan başlayaq. Bu Rövşən biz neyse oxumur. İki tane adı var özdə, zannet edir. Bir tane Matlabdır, aslı adı Matlabdır. El arasında ona Rövşən O da deyirlər. gəlib iştirak edib. Bunu koyun bir de anekdot fasıl bir şey danışır. Bir de bu rəhmətli Mirazzin anekdotudur. Deyir 200 nəfər tuturlar. Deyirlər sən adın nədir? Deyir Hüseyin. Deyir sən İmam Hüseyinə görə bağışlayıram get. Deyir sən adın nədir? Deyir Hasan. Deyir get sən də Hasan görə bağışlayıram İmam Hasan'a görə. Deyir Ömürsin. Ömer abi. Ömürsin deyir. Mənim adım məsələn Rafiqdir. Mənim el arasında Fatıma deyirlər. O var, o da var. Deyir sən də yaxşı qaldın, sən də get. İndi bunun da iki adı var. Bu adlarına görə gəlib bir təhər bağışlayaq da. O da geçsin. 5-6 il bizdə oxudu. 5-6 tane de müəllimi olsun. 100 günə qoydu. Neyse ama gəlib çıxıb da, indi burada gəlib çıxıb şükürlər olsun. Gəlib haqq yolunu tapdı. Onun saxlayan 76 Başa düşdü, həyatı başa düşdü. Çox təlatümlər, nə bilim, başına çox həngamalar gəlir. İndi Allah tərəfi deyəndə nə olar? Özünüz belə saxlayıbsa bu böyük şeydir. Hələ o başdan başlayaq, mətləbə söz verək və görək öz ürək sözlərini desin. Buyur mətləb. Salamlayır. Bu 76-nın məzunlarında mənim bir dənə arzum var. Allah sizin bağlarınızı, nəvələrinizi, bütün keçənlər, hamımızı müvəffəq eləsin inşallah. Kimin subayı var? Bəramizdir, Zakirdir, mənəm. Kimin subayı var? Onların toyunda yığışaq Allahın köməliyi. Yaxşı ki varsınız, Allah sizi var eləsin. Sağ olun. Çok sağ ol. Rövşən, elə davam eləyək oradan. Məhəmməd Rövşən danışdı. Havaya namazda Rövşən Danışdı, Ben sana deməyəm. Yox, danışdı. Qanat eləməyək səni. Neydi? Maalesef. Onda keçək burada. Zakir müəllim deyəcək. Zakirlər. Müəllimlər danışsın. Müəllimlər danışdırır, narahat olun. Kızılmadı. Ayşe ilə müdaxilə eləməyim. Ayşe ilə sizdə. Burada hamı söz deməlidir. Heç kim özünü duyurmasın. Ağınızı xoş görünüyor. Allah sizi davun salamat eləsin ki, varsınız. Arzum çoxdur, amma onu deyim ki, arzuların çoxundadır. Mən də sizin arzularınızı qoşum. Bu yoldaşlar adına, Ağa Sultandır, Əmma oğlu. Bax, sən deyəcəksin. Malik'ti, Ağayar'dı, hamının adından size can sağlığı, uzun ömür arzu. Gelen günleriniz hoş olsun, ömrünüz uzun, gününüz hoş geçsin. O gün olsun, subaylar, bütün subayların toyunda iştirak ediyor. İmkanda, Allah Teala sizin hamımıza imkan versin, fırsat versin.
ailəlicə xoşbəxtlik nəsib etsin. Biz də Allah Teala nə qədər ömür verir inşallah çalışaraq iştirak edirik. Çox sağ olun, yaxşı ki varsınız. Allah canınızı sağ olun. Sağ ol Zakir. Sağ ol. Sağ ol Zakir. Hazret Əli insan öz dilinin altında güzel. Tanış ki tanımaz. Ben öyle xahiş edirəm, danışma. Yani, yüreğinizi asın. Burada da gizletmeyin özünüzü. Asın, danışın. Burada yerimizde değişmişiz. Şükür Allah, sərin hava. Vaxtımız bol. Hamımız da pensioner adam. İşimiz yok, gücümüz yok. Pensiyalar da ala geldi. Pensiyon hala geldi. O gün tanışma olalım. Yani bizim içərimizdə Hakim müəllim haqqında mən xüsusi danışmaq istəyirəm. Mən biraz o 10 il müddətində icra nümayəndəsində bu rayonların hamısı gəzirdim, kətləri. Əksəriyyətində olmuşam. Və məktəblərdə də çox olmuşam. Və gəlib bizim məktəbdə zavut işləyəndə ondan əvvəl mən onlara deyirdim ki, Oradiya məktəbinin müəllimləri kimi savadlı müəllim heç yerdə yox. Bu faktdır. Bunu belə sözdür. Bilməm, gözümlə görmüşəm də. Nəyə görə burada mən bunu deyirəm? Bəzən onlar görürsən özlərinin bir dənə xırda bir dənə o adamını o qədər tərifləyirlər. Adam baxır da bunun qabı budur da, bunun tutumu budur. Bunu niyə tərifləyirsən bu qədər? Amma biz isə özümüzün filimizi gətirib qarışqa edirik. Bir dənə onun haqqında tərif söz deməyə də biz qısqanırıq. Elə şeylər bizdə də var. Yəni bu cəhətimizi də deyək. Zakir müəllim, mən bilirəm ki, əgər Bakıda qalsaydı, indi bəlkə də akademikdir, ya böyük professorlardan biri idi. Yəni buna şübhə yoxdur. Mən səhv eləmirəmsə, Nəsimi dramı Zakir müəllim yazıb, o dramı, Nəsimi dramın vaxtı ilə siz bəlkə də bilmirsiniz. Onu tamaşaya da qoyublar bizim məktəbdə, biz uşaqdır. O tamaşaya da qoyuldu. Belə idi Hakim müəllim. Elə idi. Hə, belə bir şey vardı. Yəni istedad gəldi məsələn məcbur oldu indi hansı vəziyyətlə, daxili vəziyyətlə, ailə vəziyyəti ilə gəldi, qəsəbəyə qayıtdı və beləsi vəziyyətdə davam elədi bir müəllim ki, amma müəllim kimi müəllim. Bəli, müəllim kimi müəllimdir və çoxlu yetirmələri var, şagirdləri var. Onun dərs dediyi şagirdlər hamısı ali məktəblərə rahat qəbul olunub. Biz bunu bilirik və sevinirik, fəxr edirik. Ona görə də mən məmnuniyyətlə sözü Hakim müəllim cavabdava verərdim. Buyursun Hakim müəllim. Təşəkkür edirəm. Kim nə deyir desin, tarif yaxşı şeydir. Allah köməyin olsun, sağ olun. Məni maraton oturdu ki, mənim yadımdan çıxan şeylər var. O tamaşanı rəhmətli Qoyağa müəllim köməkliyi ilə tamaşaya qoymuş. Allah ruh inşallah eləsin. Belə də bir şey deyirdi, var da yalan şey deyirdi. Bunun o yan bu yanına alsaqdı falan adı. 69-cu ildə mən 10-cuda oxuyanda Baladiya klubu var ha. Siz görmədim. Ona adamla dolu idi yalnız. Ondan qadınlı kişili dolu idilər. Rəhmətli elə Məmməd əmi özü də. Bütün onlar mən belə həqiqətən də bir partlayış oldu, plan oldu. Sonra Teymurov Əlifağa dedi ki, ya bunu şeydir, Nəsimi dramı insanlar uğradılar. Biz apardık onu orada saf eləməyə falana. O dedilər itib. O Əlifağa bir də rəng verdi. Dedi o sənin dramı onlar işlədiblər, o Asım Balayev oynayır. Onunla uğrayıblar deyir onlar. Yalandan deyir, zarafat edirdi. Bizi bura məktəb yığıb. Müəllimi də, uşağı da. Məktəb nədir? Ben rəhmətli Mirgiyos Axundan bir dənə şey eşitmişəm. Avqust ayında konferansda danışdı. Nə dərəcədə doğrudur, Allah onu rəhmət eləsin. Dedi bir gün Peyğəmbər əleyhissalamdan xəbər alırlar ki, ya Peyğəmbər bu məktəbdən bu qədər danışırsan ha. Məktəb böyüdü ya Peyğəmbər böyüdü. Deyir nə danışsan, məktəb böyüdü. Məktəb böyüdü ya Quran-ı Kərim böyüdü. Deyir məktəb böyüdü. Axırda qorxa-qorxa xəbər alırlar ki, ya Peyğəmbər məktəb böyüdü, Allah böyüdü. Deyir Allah məktəb böyüdü. Deyirlər necə yəni Allah bu məktəbi yad. Deyir əgər məktəb olmasaydı uşaq nə Allahı, nə Peyğəmbəri, nə də Quranı tanıyardı. Bütün bunları tanıdan məktəb. Gördüm ki ağlabatan düşürdü. Məktəb millətin gələcəyidir, millətin varı dövlətidir. Dünyanın bütün yaxşı kişiləri, dünya malına nifrət edib, əllərində pulla adamlar ancaq məktəb açırlar. Lev Tolstoy məktəb açmışdı. 71 nəfərlə məşğul olurdu və ana dili təlimi üçün öz hekayələrini
kendi balalarını orada oxutdururdu. Onun orada xeyri yoxdur. Rabindranath Tagore Hindistan'da məktəb açmışdı. Məktəbi şagirdləri, kəndi mallarını yığmışdı. Millətin gələcəyini fikirləşirdi. Məktəb gələcəkdə onun adını daşıdı. Kollec oldu, universitet oldu və yayıldı bütün bu Hindistana yayıldı. Və yaxud bizim Azərbaycanlılardan da Firdun bəy Kösərli Qori seminariyasını gətirmişdi. Qazax rayonuna gətirmişdi və orada asmışdı. Yəni bu məktəb böyük şeydir. Məktəb millətin gələcəyidir. Yəni da şey deyim, mən çox danışmayacağım. Mən bu 3-4 gündə o qədər danışmışam ki, vallahi tələbə olanda bu qədər imtahan verəndə danışmamışım, danışmışam. Nəyim var, xərcliyib qutarmışam, indi gələn ilə hazırlıq görəm, Allah ömür versə. Deməli, bu məktəb bütün dünya üçün bir etalondur. Dünyanın əxlaqı üçün etalondur. Yəni məktəbi olan ölkələrlə gündədir, məktəbi olmayan ölkələrlə gündədir. Və mənim başa düşdüyüm axır vaxtda Allah Taala dünyanın ən böyük müəllimidir. Dünya Allah Taala'nın məktəbidir. Və bununla kifayət olunmuyor. Və 124 mində müəllim göndərib, peyğəmbər göndərib. Və dünya bu sırada yaşayıb, inkişaf edir. Və o müəllimlər Allah Taala'nın dediyini öyrətməyə çalışırlar bandalara. Bandaların çoxu qəbul eləmir. Necə ki, müəllim sinifə girir, 20 nəfərdən 5-i qəbul edir, 15-i qəbul eləmir, deyinir, döyüşür və müəllim qalıb direktorla uşaq arasında. Peyğəmbərlər də qalıblar Allahla banda arasında. Deyirlər, vallah, və Peyğəmbər əleyhissalama dəfələrlə Allah Taala ayalardan bildirir ki, mən sənə hökm eləməyə göndərməmişəm, ancaq mənim dediklərimi çatdırmağa göndərmişəm. Ya çatdır gidən orada. Məktəb böyük nemətdir. Və bu günləri, o məktəbin nemətlərin, bu balalar burada yığılıblar bura. Mən bayaqları dedim ki, salam uşaqlar dedim, sonra yardım ki, bunlar uşaqlarla mənə aramda işlərdir, fərq var. Azər yaşlı adamlarsın, rəhmətli böyüklər demişəm deyərdi ki, uşaq oraya gəlmədi, uşaq da oğludur, oğlunun 55-60 yaşı var ki, gecikib işdən gez gəlib, balaları xora yeməyə vermir. Mənim oğlum da yalar bir yerdə yiyarlar. Allah hamının gününü xoş eləsin inşallah. Yəni 50'li keçirdin 100'ə nə qaldı? 50 var. Yəni 60'a da ümid var Allahın köməyi ilə. 57 də var. Biz dünənləri 57 keçirdik. Ağacın yarpaqlarını sökdülər, axırda 5-6 da yarpaq qalar və dünənləri 57'li keçirdik. 13 nəfərlə gəldik. Dedim, zarafat elədim, burada 13'də bir dənə nas var, birini burada öldürməli ki, o 2 nəfər qalay dedi, 12 nəfər olay dedi, bir nəfər artıqdır. Hamımızı təbrik edirəm. Hamımıza xoş günlər arzu edirəm. Ben axırmada çox tanımışam, xoşbəxtlik bayağı da dedim, xoşbəxtlik elə budur. Xoşbəxtlik indi hamının evini, Əli Kərim rəhmətliyin yaxşı yeri var, xəstəxanada yatanda deyir. Deyir, bir vaxtlar nə yaman xoşbəxtim Allah, xəbərim olmuş bu sağadatdan. Evə getməyim də xoşbəxtliymiş, evdən gəlməyim də. İşə getməyim də xoşbəxtliymiş, işdən gəlməyim də. Hələ xoşbəxtlik budur, ayaq üstə yeriyə bilirik, gör nə qədər yeriyə bilməyənlər var. Hayat danışıb gülürük, nə qədər lal olanlar var, danışıb gülmürlər. Allah Taala bu nemətləri ki verir bizə. Ancaq şükür və şükür. Allah Taala'nın verdiklərinə şükür eləmək ən böyük nemətdir. Təşəkkür eləm, hamıza təşəkkür eləm, hamıza var olun deyirəm. Ailənizin yanında başınız olmağı arzu edirəm. Sağ olun. Yoxsa Aşın müəllim, dəyərli sözlərinə görə, gözəl məsləhətlərinə görə, oradan da məktəb bizə çox şey öyrədir. Həyatda qalmağı öyrədir, yoldaş tapmağı öyrədir. Dost tapmağı öyrədir, həyatda durmağı öyrədir. Və nələr öyrətmə, həyatda yaşamaq necə olmağı da hamısı məktəbdə öyrənirik. Və indi o yoldaşlıq illərinin xatirəsi olaraq biz buradayız. Bu da məktəbin nəticəsidir. Bu ayrı bir şey deyil ki. Və bizim elə o başdan yavaş-yavaş gəlirik də. Sözü verirəm Maliş Musayevə. Bizim Yok, dedim yok, birbirine ötürme yoktu. Dur ağa. Müəllimlərimizlə o gözü 60 illik işte 50 illik 60 illik hepsi sağ olsunlar müəllimlər. Allah vara şafa versin. Biraz da qıvra olsunlar. 60 illik keçilə vermir deyirlər. Subayların balalarının toyunda iştirakçılar. Ölənlərimizə Allah rəhmət eləsin. Qalanlarımıza da can sağlığı. Çox şadam ki bu qonaqlarımızla da tanış olduğumda çoxdan da görmürdük burada.
Belki de 20 yıl sürdü. Görüştük. Teşekkür ederim size. Razı oldum ben de. Sömsen de yığıştır. Ya yavaş yavaş. Çünkü hala burada oturmuşuz da. Gedir yavaş yavaş. Sana bir an salat namazı diyorlar. Bravo. Sözümüzü diye kebabı rahat yiyek. Sözümüzü diye kebabı rahat yiyek. Ha. Sözü veririm Ağa Sultan'a. Buyursun ağa. Sağ olun. Seydimiz. Her birimizi hoş gördük bugünləri. Doğrudan bugünləri mən bəyə qəbristanlıqda Vakilə dedim. Dedim elə bir ki, mənim yaşamaq həvəsim artdı. Doğrudan belədir. Hər birimizi xoş gördük. Şükür Allaha ki, ayaqdayıq, salamatıq. Allah ölənlərimizə rəhmət eləsin. Qalanlarımıza can sağlığı versin. Allah ömür versin, tez-tez görüşürük. Amin. Sağ ol. Amin. Sağ ol. Həzin musiqidir, şirin nəğmədir, necə mənalıdır müəllim ömrü. Könüllər oxşayan xoş təranədir, günəş sevdalıdır müəllim ömrü. Könüllər oxşayan xoş təranədir, günəş sevdalıdır müəllim ömrü. Əriyir şam kimi, sönür şam kimi, şagird ürəyində məhşəl yandırır. Sevimli gençlerin olur həmdəmi, həyat yollarını işıqlandırır. Kimi sönür şam kimi, şagird ürəyində məhşəl yandırır. Sevimli gençlerin olur həmdəmi, həyat yollarını işıqlandırır. Sevimli gençlerin olur həmdəmi, həyat yollarını işıqlandırır. Zekası nur saçar yollarımıza, ışıqdır ziyadı müəllim ömrü. Varlığı güc verər qollarımıza, bir başqa dünyadır müəllim ömrü. Varlığı güc verər qollarımıza, bir başqa dünyadır müəllim ömrü. Erir şam kimi, sönür şam kimi, şagird ürəyində məhşəl yandırır. Ölməzi soymasın. Böyük kardeşim. Burada bir yerde işlemişim, Bala Sevda. Bunları ben burada ürək zat alırdım, 1 manatdır. Aparırdım məktəbə. Məktəbdə pişirirdim, görüntüyə də. Qorurdum, pişirirdim. Dedim, Əsəd müəllim, sen yersin de bir daha yersin. Ben 1 manat verirəm. 1 manatı alırdım bundan. Bir de maaşını çıkardırdım. Ondan sonra tavam korurdum, tavam koyurdum ortaya. Bir tarafta o eleşirdi, bir rahmetli, bir tarafta ben. Bir de gazet koyurdum ona taraf, altta, tavağın altına. Bu gazet, tavada olan yağı süzürdüm ona taraf. Ben batırırdım yağla, yiyirdim kaşardan, kuru yiyirdim. Nasıl var? Buna mı yoksa? Bir de 2 tane, 3 tane, bir de oturmuşum müəllimlərlə yığışmışıq. Danışın mı? Bunu danışdım müəllimlərsin, onlar ölürlər gülməklə. Ben deyirəm axı, mən batırırlar belə kupkuru kebabı yiydim, beni öldürdü kupkuru yemək. Yani məktəbdə belə xatirələrimiz çox olur.
Sonra bazen görsen göyertiden alırdı. O Alasır'da da çıkartırdım 20 yıl atıyordum da 20 kömürler. Böyle 5-6 20 kömür gelirdi ortaya. Ondan 40 kömür gönderdim ya gönderdim. Bazen onun pulu da götürmürdüler, kaytarırdılar. Bir kulak bütün göyerti gönderirdiler. O 2 gün orada kolayla yiyirdi, istifade edilirdi. Yani böyle şeylerimiz, hatıralarımız var mektepler bağlı. Oradan da mektep hale getirdi ki ben de bir 30 ildən yuxarı məktəbdə işlədim. 10 ildə icra nümayəndəsi işləmişəm. Təqribən 80-ci ildən 2024-cü ilə qədər həyatım elə məktəblə bağlıdır. İndi şükür Allah'a, indi yaşımız gəlib çatıb bura. O ayrı söhbətdir. Nəysə, belə xatirələrimiz çoxdur. Bizim uşaqlıqda bayraq götdə oynayardık. Bilmem kimin yanındadır, bayraq götdə oynayardık. Xət çəkərdik beləmsi. Mesela bundan sonra biri kaçardı, giderdi orada bayrağı götürerdi, gelerdi, biri de onun dalınca. Yegane şahsdı ki, burada iştirak edir, bayrağı götürde mənə çatardı. O da Bəxtiyar idi. Nazi olan idi, o da çox bək qaçırdı. Bir dənə o qaçır, mənə tuturdu, heç kim mənə tutura bilmirdi. Qardaş oğlu. Ama onun əmsiyəm, indi hal-hazırda onun əmsiyəm, mənə əmliyə götürülür. Allah ona xeyir versin, əmlidə. Bəli, mən çalışacağım ki, etimadı doğruldum. Demişəm buna. Təxribat var, mənə qarşı, ona qarşı qoymurlar, mən əmli qardaş oğlunu layiqincə yerinə yetirib. Ama o da başa düşür məndə. Biz qoymayacaq ki, bizim aramıza kimsə daxil olmasın. Sözü məmnuniyyətlə verirəm Bəxtiyara. Buyur Bəxtiyar. Allah salana arzu edilen ki bundan sonra hayalları Hüseyin Diliye 51, 52 can sağlığı verir. Hemen illeri kötüre ve sayılı geçi iller verir. Bugünkü gün münasebetiyle yine size sağ olun. Can sağlığı arzu Evvelleri Gırat'ta olur o. Şimdiki Peter'den. Bizim kaldığımız Kaşinsa'da çinmek için yer yoktu. Bəxtiyar olurdu evde Bağırov'la, Ali Safana. Bunların evinde hamam vardı. Getdik bunlara çinmeye. Bu qayıtdı dedi ki, bize gel bana başımı kırt yine. Bunun da başında bir an burada tük vardı, bu elinde tük yoktur. Bunun başını tükü kırttım, Ali Sava'da kırma tüktüm. Gördü ki bunun başını kırkmış ha. Bana dedi ki, zaman bana da başımı kırt yine. Onun başı böyle püsküre koydu. Oğlum buna bak. Ben istedim ki sözü veren Kerimov Singiz'e. Bizim daha bir sinir yoldaşımız Kerimov Singiz'e. Allah size bugünküne kadar ömür verip de ağzımızı bundan sonraki ömrümüzde hemşe böyle şen, demek bilmeyle, koşmasıyla, bağlarımızın koşmasıyla, ailenizle bir yerde, dostların, tanışlarınla bir yerde yaşayasınız. Böyle günlerimiz hemşe böyle sevinçli, günlerimizi mehriban kessin. Hamızı tabi cellam, koşmasın. Biz bayaqları söhbət elədik, çəkiliş yox idi. Bilim bunlar oldu. Bilim məsələsi. Bu Çingiz bu elə yapışmışdı bu Zakirdən ki, bir dənə bili ver bizə. Ördək də yeyək onu falan. Bu da dedi, o şimdi o Gülən balayla razılaşdı. Bir dənə ördək gətirib qoyub Zakirin yanında. Mən də gəldim. Bir dənə ördək var. Dedim, baxım ala. Baxım, qaçan ördəkdir. Götürdüm onu, koydum yanına, koydum başına, çıxdım getdim evə. Eve gittim. Bula geldi aktarlar dili anı. Ben getirmişim. Yiyeydik. Neyime lazım? Kim yedi? Müəllim aparıb yiyib əzəm edir. Müzakir deyil. Ben getirip koymuşam orada. Mənci oydu. Bu bilisi bize kısmet oldu. Bu Zakir zahmetkeş adamdır. Çok zahmetkeş. Hakikaten zahmet. Ben de zahmetkeş insanlardan çok hoşum gelir. Yani bütün günü öz zahmetiyle o çaylıqda təsərrüfatla məşğuldur. Çəlti də əkir, yetişdirir və onun satışı ilə məşğul olur və beləliklə öz zəhməti ilə yaşayır.
ve bu günleri bizim meclisimizde iştirak ediyor. Bir tane de şey böyle anekdot fasondu. Zakir İnzima diyeceğim. Bu gözün taze operasyon attırır. Bana diyeceğim ama. Deme, sen deme. Isınmadı o yok. Ali Panay'ın üzerinden çıkıyor. Danıştım ha gözüm böyle. Dedim oğlum ben bize sana diyeceğim ben. Sen gözün cehennem. Bir de Allah'a diyecekler. Ne diyecekler? Ey kör şeytan. Sen başka ne diyecekler? Ben nasıl? Alçaymadım bana. Başladım ben mahalleye böyle dedim. Ben sana dedim ama diyeceğim. Böyle icaza verir Zakir'e söz verir. Bir zarafattı, inzimadı. Hakikaten zahmetkeş oğlandı. Buyur Zakir. Benim ay müəllim. Siz mənim promo şərikimdir. Bu danışdı. Mən danışmam Yok artıq da. Sen de hamı danışma. Hamı bilirsiniz ki, Çingiz mənim şərikimdir. Hamı danışma. Hamınızı salamlayıram. Mən məktəbi qutarandan birinci dəfədir ki, bu yubileydə iştirak edirəm. Bununla qabaq mənə qismət. Gələn qonaqları məktəbi qutarandan heç görməmişəm. Zavadı bir dəfə görmüşəm 5-6 il bundan qabaq. O bir də iki nəfəri Adışehirlə Anvar heç görməmişdim. Xoş oldu. Hamımızı görmək, müəllimlərlə də görüşmək, bir yerdə oturmaq xoş oldu. Hamımıza yaxşı ömür arzu edirəm. Can sağlığı, əsas can sağlığı, mehribanlıq, həyatın ləzzəti mehribanlıqdadır. Mehribanlıq olmayandan sonra istəyir ailədə, istəyir dostlar arasında o həyat heç kimə lazımdır. Əsas mehribanlıqdır. Ancaq bu Nəzməddin ki, mənə bayaqdan orada atır, bir-iki də onun dediklərinə düzəliş verəcəyəm. Demək, bu ördək məsələsi belə oldu. Çingiz qıslamışdı ki, məni ördək qəti bir dənə yiyək. Bu Zakirin kioskunda Nəzməddin sənin işin yoxdur. Sən ördək qəti kioska sal, sizi ördək qəti kioska qəti bura, mən ördəyi Çingizə qismət elədim. Nəysə, razılaşdım, mən ördəyi qəti kəsdim, təmizlədim, gətirdim. Nəzməddin dedi, mən indi bunu aparıram evə, qalan şeyləri də məndən, əvvəlcədən deyib boyunda deyib. Nəzməddin bunu yaxşı bişirtirdi evdə, polo ilə, nəvəngi ilə, zaten. Elə günə saldı ki, Çingiz onda dükan işlədi. Çingiz getdi masallıya malsın. Xora yiyən vaxtı zəng elədi Çingizə ki, Çingiz haradasan, gəl də xora yazırdı. Çingiz dedi, mən masallıya çatdıra bilmirəm, yiyin, sizdən hoş olsun. Çingizə qismət eləmədi. Bu Çingizin Nəzməddinin işi. Allah hamımızı xoşbəxt eləsin. Bir də sizdən xahişim var. Yaşlaşa adamın ağlı gedir. İndi bizim ağlımızın zay olan vaxtıdır. Sizdən hamımız arzu edirəm ki, həyatda elə hərəkət eləməyin ki, öz hərəkətin məsələn üçün mən dilimi lal eləsin. Ondan pis şey yoxdur. Göç elə səhv bırakırsan ki, dil lal olur, danışa bilmirsən. Onu sizə arzu eləmirəm. Çok sağ ol. Sağ olun. Video zəncimiz var. Dünyamıza iştirak edən bilmirəm, çox təəssüflənirəm. Amma ürəyim, qəlbim sizinlədir bir yerdə. Amma bir daha işçiliyi arzu edirəm. Allah sizə ömür nəsib eləsin. Nəvələrinizi yetişdirəsiniz, nəvələrinizin xeyir işində mən iştirak edim inşallah. Balalarınızın iştirak tüm işlərdə, xeyir işlərində iştirak edim inşallah. Allah hamımızı nəsib eləsin. Çok sağ ol Gazanfer. Sana balon toyunda inşallah. Gazanfer. Göl dolu, güzel kendi de yapalım. Ne diyorsun? Ne çevirin? Bu çok yolculuğum var. Allah razı olsun. Buradan yapışıyalım. Allah kömürün olsun. Bundan sonra ne olacak? Sağ ol. Sağ ol Gazanfer. Sağ ol. Zavallı zaten be. Benim. Dilem esnafı atan bu tarafa. O anını yüklenmişim bu tarafı. Bu taraftan hele Dalala söz veray. Hemen bir şey Ha, Dalala o birer sözler. Buyur Dalala.
Cəlaləddin bəli. İkisi də yaxşıdır. Cəlal da yaxşıdır, Cəlaləddin. Əziz uşaqlar, mənim müəllimlərim, sevimli müəllimlərim, sizi hamılıqla xoş gördük. Allah sizə ömür salamatlığı, ruh və bədən salamatlığı eyləsin. Onsuz da bu zaman belə bir şeydir ki, bizi dəyirman kimi üyüdür. İki qərinə yaşamışıq, burada oturanlar hamısı üçüncü qəriniyə keçir. Allah sizin ömrünüzə bərəkət versin. Amin. Allah'a and verirəm öz böylüyünə. Sizi ürəyinizin arzularına çatdığı qədər sizə həyat bəxş eləsin. Nə deyim, hərə bir pişədə, əndişədədir. Zaman belə zamandır ki, kimisini ucaldır, kimisini də qocaldır. Allah sizin qalan ömürlərinizdə sizə ucalıq nəsib eləsin. Allah bizim gələn günlərimizi xeyirli eləsin və bizə ömrümüzə bərəkət versin. Bu yığıncaqlardan təkrar edək. Allah sizin bir daha xoş gəlmişsiniz hamınız, sizi xoş gördük. Allah razı olsun. Sağ olun. Məndən bu qədər. Digər yoldaşlar da olamışdır. Çok. Doğrudan da bizim elə vaxtımızdır ki, ben şəxsən özümə, öz arşınımla ölçürəm bir ha. Bizi esnəylə indi təəccübləndirmək çox çətindir. Bizə indi yeganə can sağlığı, ancaq canımız salamat olsun ki, qalan ömrümüzü rahat yaşaya bilək. Mən bu can sağlığı sizə hamıza arzulu edirəm. Allah sizə möhkəm can sağlığı versin hamınıza. Amin. Amin. İndi isə sözü verək Teymur Məmmədə. Bizim gözəl sinif yoldaşlarımızdan biri. Çox az görüşürük, amma çox səmimi görüşürük. Onun sözlərini eşitmək üçün xoş olur. Buyur Məmməd. Salamlayıram hamınızı, təbrik edirəm. Allah sizə can sağlığı versin. Belə bir mehribançılıq böyük bir şərəfdir. Mən sizinlə fəxr edirəm. Allah müəllimlərimizin də canı sağlığı. Allah mübarək eləsin bu məclisi. Çok sağ olunlar. Allah sinif yoldaşlarımızın davranışı eləydi ki, bir grup uşaqlar var daha tez-tez görüşərdi. Bazen giderdi evlerine oturardı, durardı. Çok futbol oynardı. Bilirsiniz de ben futbol həvəskarıydım. Futbolçu. Ha. Çok futbol oynardı falan. En çok da biz Nəsrəddindir, rəhmətli Mehmandır, Fəxrəddindir, rəhmətli Ağgülüdür. Sonra Mikazım idi. Mikazım gələ bilmədi, amma ürəyi buradadır. Biraz şəkəri var deyə çıxa bilmədi. Və hamımızdan üzr istədi və məndən xahiş elədi ki, onun salamını çatdırım sizin hamınıza. Dedim, mütləq yazma düşəcək, deyərəm inşallah, qatraz yazma düşdü, deyirəm sizə. O ürəyi buradadır. Və biz demək olar ki, 11-ci tutarına qədər bu saydığımız uşaqlarla çox təmaslı olur. Onlardan biri də Nəsrəddin idi. Yazma bir xatirə düşür, boyunu danışım. Akif müəllim bizə ədəbiyyat dərsi deyir. Ana və poçtalyon şeirini tapşırıb bizə öyrənir. Mən də o ana və poçtalyonu başqa nəyə əzbərləmişəm. Bir gün vardı, ananın gözləri yol çəkildi. Başqa bir dərdi yoxdur. Başqa bir dərdi yoxdur, oğul dərdi idi. Nəysə, böyle bir şeirdir. Tamam əzbərləmişəm, saçmadan da deyirəm. Biz de o sinifdə oturduk, 5-10 dəqiqəli oturduk. O burası sinif bizim sinifdir. Oradan pəncərədən yolu görürdük. Rəhmətli İbrahim'dir, sonra İzzət idi, Şaverdi idi, Daşdəmir idi. Bunlar tez-tez məktəbə gələrdi. O pəncərədən görən kimi Nəsrəddin də vay dada, bu gəl gəldi. Dolaşçıya gəldi. Yəni dolaş gəldi, girdi Akif müəllimin dərsinə, oturdular. Akif müəllim nə keçmisən? Diyor, ana və poçtalyon. Çağır Nəsrəddin gəldi. Ana bir gün vardı, ana dayandı. Dedi, dədə, İbrahim bir daha söz dedi, daha onu demirəm burada. Allah rəhmət eləsin. Demirəm, Allah rəhmət eləsin. Ondan sonra kim deyər müəllimi qaldırır, heç qaldırmadan. İndiki ağlım olsa qaldırmaram. Deyərəm, bu pas olmasın ona görə.
Kaldırdım şehri partopart dedim. Geldi de ne geldi? Ya sana geleceğini. Ben dedim, senden dedim. Bundan ondan çıkarsan bu dedi. Ha, buna töhmet vurdu buna böcem. Ha, sonra da satın bana verdi. Sana göre oldu ya. Ben ona töhmet götürdüm. Dedim ben neyini bakayım? Ben çağırdım ben de dedim ben. Hep böyle hatıralar var. Sözü vereyim Nasrettin'e. Şuralar Nasrettin bir hayatta özgür yerde tuttu. Mövge de kazandı. Araba poşlarında yeterli de yoktu. Hamımız hoş geldiniz Cəliliyə. Gün olsun 60 illik keçirdək. Müəllimlərimizə xoşbəxtlik arzu edirəm. Ən təmiz insanlar elə müəllimlərdir. Xoşbəxt olasınız. Bir-birimizin xeyir şəhərinə gedək, gələk. Hamımızı təbrik edirəm. Çok sağ olasın. Sağ olasın. Aşımaz diyor. Aha nerede? Orada babadan kalır mı? Ben de demem. Bilmem ne olur. Sonra şu alır. Ha, bizim içerimizde bir tane de şahsiyet var, o idmancıdır. Ha, idmanda nailiyyətlər kazandı, müəyyən nailiyyətlər əldə elədi. Çox təəssüf ki, travmalar ona imkan vermədi. Ha. Amma idmancıdır da, bunu kazanıb da. İcazənizlə sözü verək, sifariş Məmmədov. Buyur. Durum elə oturan dedi. Xəstə mən bağışlayın, ayağıma deyəm. Bilirik. Mən travma yoxum, mənə göz qoymadı. Mənə göz yox. Göz yox, bir də travma deyəm. Qalıb hara gedir? Allah hamımızı xoşbəxt eləsin, var olasın. Sağ olsun, bir də birincalar var, gəl görüşürük. Karikatürde görüşürük. Kesin olsun. Yasin 5-6 yıl ben Bakı'da görmüşüm. Bakı'da görmüşüm. Hatta da görüşmüşsün. Bu ikinci defa duyuyor. İşte Yaşlı, işte Celal'dı. İşte Neriman'dı. Kardeşler çok Mehmet'di işte ben. Şimdi işte. Hamısı boş vakti. Zakir'i testsiz görürüz. Zakir'i burada. Allah sizi var etsin, hemşi bereketleri yaşayın. Sağ ol. Hiç günümüz bereketsin. Sağ ol. Allah bize hemşi mehriban etsin. Müəllimlər bizden bir yere, sağ olun. Bir de vefadar var Zülfükarov. Dadadan ona bir tane maşın kalmıştı, onu sattı. Bir tane 16 vardı, kırmızı 16. 9 Mart'ta. Onu da sattı, ucuz kıymete sattı. 9 Mart'ta. Hatta sen eşitliğime göre onu satıp bir de ineği alır. Almışsan? Ha? Ha? Allah hayır versin, alıp da. Neyini Allah hayırını versin. İcazənizlə sözü verə vəfadana. Mən sizi hamınızı bugünkü gün münasibətilə təbrik edirəm. Sağ olurlar, hamınızı artıq nə olar ki. Sizə xoşbəxtlik, can sağlığı arzu edirəm. Bu gün olsun 60 illik keçirdim. Çok sağ ol vəfadar, anlısın Allah'a, sen zahmetkeş olasın. Buna anlısın, buna hiç kime söyleyemem. Zahmetkeş adamsan, o sırada sensin, Zakir'dir, bir de Muqaddim. Muqaddim de zahmetkeş olmamış. Hamdolsun Allah. Hal-hazırda geniş surətdə quşçuluqla məşğuldur. Özü üçün quşçuluq ferması yaradır. Muqaddim. Quşçuluq ferması yaradır. Bir şey yadıma bir şey koydu. Bir boyun aldık. Bunu bizim Ne kardeşim? Muqaddim gəldi. Mənim birim qızı Cəlilabadda yaşayır. Yaxşı düzə saxlayır. Gəl gedək, düzə alayıq, gətirək, özüm üstünü saxlayır. Nəysə, ben başımı yedirdim gedək də. Ben de 15 tane falan korupkası attım. Tamam çok. Falan korupkası attım maşına. O şimdi getdi. Buna 40 manat, 50 manat idi. Bunu yalazaq vurdurdum maşına. Dedim Cəlilabad çox uzaq. Ama yeri var, hala işlədi. O şimdi getdi, çıxdı məkana. Getdi, çıxdı qohumların evinə. Danışdı, düzəni aldı. Düzəni bunlar yığırlar balon korupkası. Ben ne görə dedim, öyle dedim.
Karabka var da. Azıcık bir tane karabka. Bakmadı. Doldurdular. Karabkanın bir hissesi kaldı bu. Geldi burası sıktı. Mukaddinin 100 lira düzesinden 70 hissesi ölmüş. Ölmüştü ya. Öyle de. Bende de 50 liradan 17'si ölmüş. Bu bizim kazancımız. Nasıl göz kim var diyorlar. Benim gözümdeydi, senin gözündeydi. Biz kemserliğimiz yedi, düz yıkmadı, öldü de. Tamam size eratibine koyun. Tamam. He. Öyle de. Ama bu kişi yaxşı kuşlar yetiştirir güzələ. İnşallah söz verin bana. Bir cüt onun yaxşı o kanat gətirən kimi bir cüt hədiyyə eləyəcək. Sana. Ha bana verəcək bana. Mən də öyle yiyəcəm özüm üçün görümdən baxım. Kim rast Sana gəlir? vereceğim. Onunla bize ne? Ben yesem öyle bir siz yemişsiniz. Ha bunu koyup bir anda şey söyleyeyim. Maraqlı anekdot danışıp gözle. Bu bildi ne oldu? Demek dergat çalır. 11'de okuyor, 10'da. İskilin dibinde. Rahmetli Mürsel. Mürsel'in adı. Ha Mürsel. Rahmetli Mürsel de. O da Mürsel kalmaz. Ha kalmıştı. Kalmıştı. Mektepte okurdu da. Bu da oradadır. Bunun da kızı olsun yemek getirir. Mürsel de yatıp. Rahmetli Alfaz. Dinde getirir. Ha. Rahmetli isiyle alfaz. Yok. Alfaz dinde getirsin kızım. Beğen de. Ne getirsin? Bir yemek getirmişim. Bir aç bakım açtı, götü başladı yemeğe. Ya ben bu dalat için getirmişim. Bir de sen narahat olma. O kamış var ha. Kamışı getir ha. Bir de ne inirsen getir kamışı. Dayadı öz qarnına. Dayadı Mürsel qarnına. Şimdi ben yiyirəm. Buradan da gedəcək onun qarnına. Siz narahat olmayın. Bir de öyle olur. Avam. Ne vakti ya avamlıydı. Bir de niye olmuyor ki? Niye olmuyor ki? Öyle de olar. Neyse yedi xorayınca dedim Mürsel oyandı. Mürsel dedi kızım hani xoray? Bir Alfazan'ı yedi, bir tane kamış koydu, bir de 200 lira parası attılar. Sen hala salıp, kamışla yemek yeter, böyle şeyler. Şimdi ben yedim, size de inşallah kısmet olur. Narahat olmuyor, siz narahat olmuyor. Hadi mukaddim versin. Ben, mukaddim versin, hele göre hele. Sözü veren mukaddine, gören mukaddim neyinir, ne arzuluyor. Hamısı salam deyirəm. Çox birinci gündür. Biz görüşürüz. Hamımız demək olar ki, paralel siniflər də olsa, qarışırdı. Hamımız burada Şeyde, yaşlarım var. Biz 10 yıl değil, siz gidin, kara geleceğiz, akşam yemeğe gitmişsiniz. çok sevindirici haldır, gündür. Dediler, niye getirin sonra akşam yemeğe getirin. Bize rahmet eylesin. Bizimle hansı bir park arkasında otururlar. Fark etmiyor. Çıkanda ben sana haber veririm, gelelim görüşelim. Gelirim. Onları da bir Şamil'e gelelim. şahit olduk ki. Onları da ziyaret elədi. Onlara rahmet eylesin. Kaldı ki bize de ki Allah can sağlığı versin. Həmişə belə məclislərdə bundan zəif də olsa gedər. Bundan yaxşı da olsa o da gedər. Ne deyirlər? Çox sağ olun. Təşkilatçılara minnətdarlığımı bildirirəm. Başda Gülsen olmaqla, Nəcməddin müəllim olmaqla işi təşkil edirlər. Zəhmətləri böyüdü. Çox sağ olun deyirəm. Geldi ki bazı xırda işlər, onlar xoş şeydir. Allah can sağlığı versin hamınıza. Ama sen düze gidiyorsun. Ha? Hakikaten Allah belə eləsin ki 60 illiyi də qeyd eləyək, Allah bizə nəsib eləsin. Amma 60 illiyi ki gözləməyək. 51 il, 52, 53 onlarda da yaşamasa mini de olsa yani çatı olanları da olsa yığa qeyd eləyək. Bu kadar. Çok sağ olun, Allah razı olsun. Yedim. Hem klasına koy. Bir de haberim var dinledim. Gelmedi görürsen ne oldu? Bir gel kalkarım gelen değil bileyim. Altın üstlerinde geçti. Şimdi altın üstünde bir şey. Hem eleme istiyorlar. Ben intikamım var o vaxtı səhv eləmişsə sağdaş olmuşam. Düzdür. Şəkil var. Şəkil var, mandadır gətirmişəm. İntikam günde çok olmuşam, çok oturmuşum, zarfat. Allah onun atasını rahmet eylesin. Çok, uşağla uşağıdır, böylə böyük, almışsın Allah'a. O da bizim xətrimizi istəyərdi, indi istəməsin. Buradan almışsın. Ha, o mehribançılıq, o səmimiyyət indi də qalır.
Sözü verək Hacıya. Buyur Hacı. Salam aleyküm, hər vaxtınız xeyir olsun inşallah. Birincisi təşəkkür edirəm ki, bu təşkilatçı işini görmüsünüz. 50 ildən sonra uşaqlar bir-birinə qovuşdurdunuz. Məsələn, Ənvəri mən atışını 50 il bundan qabaq görmüşdüm. İndi gördüm, uzaqdan tanıdım, məncə həyat irəliyə doğru gedir. İnsanlarda dəyişiklik olur da. Allah sizin canınızın salamat eləsin. Allah rəhmətə gedən müəllimlərimizi qəni-qəni rəhmət eləsin. Sinif yoldaşlarımızı, hansı ki dünyaların dəyişiblər, Allah rəhmət eləsin. Allah qalanlarına, ailələrinə, uşaqlarına, balalarına, əzizlərinə, istəyənlərinə can sağlığı versin. Uzun ömür versin inşallah. Allah qismət eləsin, inşallah mən öz sözümü 65 il yubileyimizdə gəlir inşallah. İnşallah. Allah bizə can sağlığı versin. Allah qismət eləsin, Allahın köməyinin. Yəni bir 60'lar çəksən aldın. Ya 60 demirəm, 65 deyirəm. 60 deyən çox oldu. 65 inşallah. Allahın köməyi inşallah. İnşallah Allahın köməyi. Eşitmədim. Əhməd Əladır ki, 60'ları niyə eləyər? İnşallah. Əzrailin Zamanlı. Əhməd eşitmədi sənləri. Allah hamımıza can sağlığı versin, Allah uzun ömür versin, səhət bədənliyi versin, ağır xəstəliklərə düçar olmayasınız inşallah. Bərəkətli ömür inşallah sürəsiz. Allah hamımızın ailələrin, uşaqlarımızı, nəvələrinizi xoşbəxt eləsin. Sağ olun. Çok sağ ol Hacı. Allah sana can sağlığı versin. Ayakları Gülüsen dedi Hacı. Dedi ki radara düşme. Radara düşse de korkusu yoktu Hacı. Deyib belə deyib. İçerimizde radarı silebilen adam var. Elə silürünü yerli dibli. Ne kadar istiyorsun radara düşün. Hiç korkusu yok. Hiç korkusu yok. Uzun müddet devlet yol polisinde səmərəli xidmət edən, layiqli xidmət edən bizim bir sinif yoldaşımız var. Həqiqətən hörmətlə işləyir, hörmətlə də pensiyaya çıxır. Bunu biz yox, bütün bizim qəsəbə bilir, hamımız bilirik, onunla təmasda olanlar da bunun şahidi olurlar. Hamısı da indi də danışırlar, şükür Allah'a. Belə bir bizim sinif yoldaşımız var, hörmətlə, bəli, qayda xidmət edib çıxıb, indi aramızdadır və icazənizlə sözü verək Qiyas əmiyə. Əziz birinci müəllimlərimiz, Allahın salamı olsun sizlərə, bizim gözəl müəllimlərimiz. Biz sizə minnətdarız. Bugünkü gündə, burada yığışmağımızda nə söz deyirsə, nə deyirsə sizin zəhmətinizdir. Hamısı sizin zəhmətinizdir. Öyrətmişsiniz, yazmağı, pozmağı, oxumağı, öyrətməyi, hamısı sizdə öyrətmişsiniz. Ona görə birinci əvvəla müəllimlərimizə minnətdarım. Allah sizə can sağlığı versin, ömrünüz uzun olsun. Sizi gördük, burada çox sevindik. Buradakı dostları, buradakı qardaşları da görəndə həqiqətən fərəhləndik. Fərəh hissi bizdə. Çox gözəl gün keçirdik, gözəl saatlər yaşadıq. Allah sizə can sağlığı versin. Allah rəhmətə gedən müəllimlərimizə, rəhmətə gedən sinif yoldaşlarımıza, qəri-qəri rəhmət versin. Amin inşallah. Qəbirləri nurla dolsun. Məzarları nurla dolsun. Amin, amin. Sizə də bundan sonra gözəl günlər, yaxşı günlər, ailə saadəti arzulayıram. Həmişə evinizdə, ailenizdə toy olsun, bayram olsun, xoş günlər olsun. Belə bir gözəl məclislər olsun. Dostlarla, qardaşlarla, müəllimlərimizlə yığışaq, iştirak edək. Hamımızı bir daha təbrik edirəm. Bugünkü gündə xoşbəxtlik arzulayıram. Bizim ömür, can sağlığı arzulayıram. Hamımızı. Sağ ol. Çok sağ ol. Resami, Allah razı olsun. Valla alimler sübut edirlər ki, bu cür səmimi toplanışın insan ömrünün uzadılmasına çok büyük xeyri var. Yəqin siz bunu Hacıloy adamlar Biyologiya kitabı sayfa 100. Bəli, biyologiya kitabında da var, insan kitabında da var. Ki insan ne kadar dost tanışla oturup dursa onun ömrü uzun olur. Nədir? Bizim içerimizde iki tane bu taraf sağ tarafında. Bir Ramiz'dir, bir de
adı Nəriman. Bunlar 8-ci sinifdən çıxıblar. Kim çıxıblar? Amma Ramiz sonra çıxmır baxın. Ramiz oxuyub. Ramiz oxuyub. Mən çaşdım ha. Tırın kaçırdın da. Demək, sən çıxmamısan. Fasılə ver. Saat çağırma gəlir. Amma onlar da bizlə uzun müddət əlaqələrdə Rusiyada yaşayır. Nəriman isə müddətdə olur. Daim bir-birimizlə münasibətdə olmuşuq, Rusiyada olmuşuq. Xətirlərini də yüksək səviyyədə istəyirik Allah'a köməkliyi ilə. Sözlü verək birinci Ramizə pasir edilmək istəmirəm. Nəsə danışır? Danışmır. Özüm bilirsən. Sözlü veririk Hacı Nərimana. Mən və sinif yoldaşlarım. Hamımızı xoş gördük. Valla müəllimlər, burada 4-5 müəllim var, incimasın. Mən Rıza müəllimi çox istəyirəm. İndi bilməm, hansı müəllim, kimi, hansı şahid, hansı müəllimi çox istəyirsən. Onlar səni qısqanmazlar, qorxma. Qısqanmaz, qobalca üzü qahlıq edir. Rıza müəllim sənin başa getdi. Yox, hər mənim başqa bayım. Mən Rıza müəllimi, mən azaldan, mən ağlım kəsəndən, Rıza müəllim, instruktora, məktəbə gələndən mən nəsə bir də ürəyimə yatıb, ona tayküşə doyum olmamışım. Bizim müəllim gəlib, müəllim kimi hörmətim var, hörməti istəyirəm, xətrini də istəyirəm, mənim əziz dumarsın. Bir yandan da sinif yoldaşlarını bir yerdə görmək xoşdur. Allah Teala belə bir ömrü həmişə bizə nəsib eləsin ki, biz yaxında bir-bizi daha da yaxından çox uzaqlaşmışdıq. Siz təşkilatçılardan da Allah razı olsun, gəl onlara minnətdarımızı bildirək ki, əslində böyük məsuliyyətdir. Adam bir dənə evdə, bir dənə xırda uşaq, bir dənə ad günü eləmək üçün, balaca bir 5 nəfər yığıncı eləmək üçün böyük məsuliyyət daşıyır. İndi öz aramızdır, bu da hərəsi bir yandan gəlir. Bu bir də məqsədi boyunda güzel. Hər şeyin hazırına biz gəlmişik. Hər yalda. Allah razı olsun. Allah Teala sizə can sağlığı versin. Allah Teala gələn günlərimizin xeyri eləsin. Allah eləsin bu axırıncı olsun, axırıncı olmasın. Gələn illəri Allah Teala qismət eləsin. Biz yenə yığışaq, can sağlığı ilə belə xoşbəxt günlər yaşayaq. Cəmiyyət bir yerdə. Sağ olun. Sağ ol. Peküllüyəm. Gözəl insan, sakit insan. Hamımızı salamlayıram, parmaq üstüyün olsun. Müəllimlər. Onları danışmanda üstüne bayan şurasını. Niyə deyirsən? Təbrik edirəm sizi hamımızı. Burada danışmaya nə var ki? Yəni dillər əslində qalsa 60 il biz dilimizi tanıyırıq. Siz 60 il. Sakit qal, sakit. Ben başkanım da bir dənə söz dedi. Dedi ki, mənim müəllimlə görürüm 2 mərhələ oldu. Birinci, ikinci. Nə yaşayıb biz? Birinci mərhələdə bulmuşuq. Çox minnətdaram hamımıza. Allah dünyasını dəyişən müəllimlərimizə rəhmət eləsin. Burada olan müəllimlərin insanında cəm müəllimlərə Allah can sağlığı versin. Səndə bir səhvdə oxuyun və xodla bizdə işləyək. O da Sən sonra sakit qulaq assın eşidərsin. Danışma orada. Yazır da, yazır. mən istəyirəm bir iki dənə maraqlı gülməli söhbət danışam. Bir də bu Mayakovskinin Sovet pasportu şeirini vermişdi. Allah rəhmət olsun, qoyağım əlmət verəməyə. Deməli, dərs günüdür. Gün oldu, Nərim mənim də gəldi girsin. Allah rəhmət olsun. Allah rəhmət olsun. İndi son verdi ki, nədir? Sovet pasportu şeiri. Dedi ki, bir şeiri yazdı. Bu Natiq rəhmətli də əlin qaldırdı. Səmədov Natiq. Doktor Vəliğan Yenov. Dedi, bana Natiq gəldi. Natiq gəldi, çıxıb dedi. Axırda dedi ki, alın, yana qalın, mən ne məsələn daşıyam. Ne mesela? Yalındadır. Qadınlar gəldi. Bir də, deməli, Allah rəhmət eləsin. Hacı Ağam bilirsin. Allah rəhmət eləsin. Rəhmət Hüsət mənim bir dəfə havarda və daskıya gəldi danış. Nəsə danışdı, xoşuna gəlmədi, 2. Dedi, nə? Dedi, 2 dənə 2. Dedi, mənə bir dənə qrafi 2 dənə 2 yerləşər. Dedi, 8 dənə 2. İnanırsa 8 dənə 2 yazdı. Ağa rəhmətlə gəlib mənəsi baxırdım. Allah hamıza sağlıq versin inşallah. Məşğuliyyət Hacı Gülüsünün üstünə düşür. Minnətdarım. Nəzim Hacı sənə, qiyasa. Bu işlər Əməli olanlara. əmək olan, zəhmət olanların hamısına Allah can sağlığı versin. İnşallah hamısının bağlarını, nəvələrini, xeyir işlərimiz. Allah hamısına can sağlığı versin. Sağ olun, var olun. Əziz yoldaşlar və yekunlaşdırmadan əvvəl bir neçə kəlmə deyim, sonra söz demək qutarır.
Demək, bu təşəbbüsü, ilk təşəbbüsü Hacı Gülüsən olub. Hacı Gülüsən olub. Yəni, Hacı Gülüsən bunu deyəndə və bəlkə indi birinci mənə deyib, ya ikinci deyib bilmirəm. Dedi və biz də dəstəklədik. Dedi, laf əla olar, eləyək. Keçən ildə belə bir söhbət olmuşdu. Olmuşdu belə söhbət, amma yığışa bilmədi. Amma bu illər üstünə düşdü. Yəni, Allah canın salamat eləsin. Hacının zəhmətidir, bunu unutmaq olmaz. Gəlin hamımızın adından birinci növbədə və bu işin təşəbbüsçüsü Hacıya minnətdarlığımızı bildirək, ona möhkəm can sağlığı arzulayaq və arzulayaq ki, gələn illərdə də bu prosesi davam elətdirsin. Biz ona dəstək verək və iş alınsın. Əl çalaq üçün bunun zəhməti həqiqətən böyüdür. Heç kim fikirləşməsə ki, bir Hacı burada bunu demədi, amma mən gözlüydüm ki, axırda yekunlaşdığında ona xüsusi minnətdarlığımızı bildirək, hamınızın adından minnətdarlığımızı edək və doğrudan da gözəl bir təşəbbüs oldu və gözəl bir məclis alındı. Görmədiyimiz uşaqları, takipçilərimizi gördük, məsələn, Adı Şirindir, sonra Ənvərdir, sonra bizim bu Cavad qardaşımızdır, bunları biz çoxdandır görmürdük, bunları gördük. Elə bir ki, təzədən xatirələrimiz canlandı, o həyatlarımızı təzədən yaşadıq. Bu da bir xoşbəxtçilikdir. Bayaqlar Hakim müəllim dedi, biz sinifə giririksə bu eləzi bir xoşbəxtçilikdir. Evə gediriksə bu da xoşbəxtçilikdir. Qədəm atırıqsa bu özü də xoşbəxtçilikdir. Yəni bu mənada deyirlər ki, xoşbəxtçilik nisbi anlayışdır. Yəni mütləq xoşbəxtçilik yoxdur həyatda. Ona görə xoşbəxtçilik nisbi anlayışdır. Biz də bu nisbi xoşbəxtliyin müəyyən çalarlarını bugün yaşadık. Və hamımız da bugünkü gündən çox böyük, xoş təsiratla ayrılacaq, mən buna inanıram. Yadımızda qalacaq, heç vaxt unutmayacağıq. Allah'tan sizin hamınıza qalan ömrünüzü bərəkətli, keyfiyyətli, sağlam ailələrinizlə, nəvələrinizlə birlikdə keçirəsiniz inşallah. Amin. Bu dərəcədə, yəni bu hissəsi məclisimizin başa çatır. Amma əlavə olaraq daha kim söz alıb, bizim burada videomuz buradadır və indi Hacı Gülüsən əvvəli bir söz dedi, yəni qısa söz elədi. İndi sözü verək, bəli, yekunlaşdırsın və bundan da rəsmi hissə demək olursa qutarsın. Sağ olun. Sizləri bir daha salamlayıram. Həqiqi gün mənim üçün sevindirici bir gündür. Çünki sizləri bir yerə toplamaq, bir yerdə oturmaq, bir yerdə bugünkü məclisi təşkil eləmək, buna rəng vermək sizlərsiniz. Mən müəllimlərimə təşəkkür edirəm, 76'lara təşəkkür edirəm. 14 iyun 76'ların son zəngidir. Bu son zəng hər il davam edəcək, 14 iyunda. İndidən vədəzi alıram ki, sonra kimsə deməsin ki, mən harasa gedəcəm. Allah bir dənə can sağlığı versin. Biz gələn ildə 51 illiyi qeyd edə bilərik. Mən sizə təşəkkür edirəm, Allah razı olsun. Bugün yəqin ki bilirsiniz, sinif yoldaşımızın dünyasını dəyişmiş Mirəli qardaşımızın övladını toydu. Biz buradan çıxandan sonra yəqin ki toyda iştirak edəcəyik, orada da sözümüzü deyəcəyik. Allah Mirəlinin övladını xoşbəxt eləsin. Burada iştirak edən sinif yoldaşlarının, övladlarından da hala subayları var. Allah Teala onlara da toy qismət eləsin. Dəmi toylarda iştirak edək. Şimdi ələ məclisimiz davam edir, yeməklər gələcək. Sonra 50'lik tortumuz var, tortu da kəsəcək inşallah. Heç yana tələsməyin. Məclisimiz davam edir və sizə təşəkkür edirəm hər birinizə. Allah sizdən razı olsun, Allah sizə bərəkətli ömür versin inşallah. Sağ olun. Biz də sənə təşəkkür edirik. Gözəl müəllimlər, gözəl tələbələr, gözəl yoldaşlar. Biz
qərib diyarlarda yaşamışıq. Mən 43 ildir Gəncə şəhərində yaşayıram. Kainatın yəsi bugün bizə icazə verib ki, biz yığışmışıq bura. Kainatın yəsi. Kainat elə belə yaranmayıb. Allahın varlığını tanımayanlar insan deyirlər, yadınızda saxlayın. Kainat, belə bir şey var. Einstein qızına bir məktub yazır. Yazır ki, ay qızım, mən nisbilik nəzəriyyəsini kəşf elədim, insanların 90% bunu başa düşməzlər. Bəlkə də 99%. Mənim bu elmim, bu kitabım qoy yaşasın. Dünyanı bir nur idarə edir. Bu nur Allahdır. Bu nur məhəbbətdir. Bizim evladlarımızı bizə sevdirən Allahdır. Bizləri ata eləyən Allahdır. Özünün insanlığını artıran Allahdır. Dünya deyir, mənim kəşf elədiyim qanunlara tabi olmur. 80% tabi olmur. Gravitasiya qüvvəsi ilə idarə olunan yer kürəsi cəmi 80% yazılmış qanunlara tabidir. Dedilər, gərək onda Maxwell tənliklərini dəyişək. Maxwell tənlikləri elektrotexnikaya aiddir. Maxwell tənliklərini də dəyişəndə o birisi qanunlar təmiz pozulur. Sadəcə kainatın yəsi var. O 20% Allah Taala'nın əlavəsidir. Zaman oxunu yaradan Einstein'dir. Məsələn, bizim imamımız da yoxa çəkilib. Hasansa Allah Taala onu verəcək. Əgər biz kosmik gəmi ilə bircə saat, 2 saat yol geçsək, onu hesablamışam. Yer kürəsində 540 neçə il gedir. Yəni, işıq sürətini vursan 365 günə, bölürsən 24 saata, yer kürəsində 500 neçə il. Biz gedib qayıtsaq, nəticələrimizin öldüyünü görərik. Ancaq biz həmin şəkildə qalacaq. Zaman bizi dayandırır. Bizim ölümümüzü, bizim fotosintez prosesimizi, bədəndə olan hər şeyi dayandırır. Belə bir əfsanəvi bir roman var, povest var. Deyir, Uganda ilə Asinda bir-birini istəyirdilər. Onlar gəmilərini ayın üstündə saxlayıb, bir-biri ilə məhəbbət haqqında pıçıldaşıb, hansısa galaktikaya iş görməyə gəzəcəkdilər. Onlar öpüşüb ayrıldılar. Yolda Asinda'nın gəmisində Asinda ayağı burxuldu, yıxıldı yerə. Onun əli kosmik gəminin işıq sürəti rıçaqına dəydi. Gəmi işıq sürətinə keçdi, Asinda huşunu itirdi, bunu duymadı. O aylanda spektrometrdə, lori dildə desək, yer kürəsində neçə illər keçdiyini görürdü. Və bu zaman onun gözlərindən yaş başladı axmağa. O bilirdi ki, Uganda daha ona lazım olmayacaq. Çünki onlar arasındakı məsafə neçə min illərdir. Bax, bu illər keçib, bu illər bizi qovuşdurur, bu illər sağ olsun. Çünki bunu Allah Taala bizə əta eləyib. Mən sizdən ayrılıram, öpürəm sizi, bağrının başında yeriniz var. Məncə Gəncə şəhərinin vətəndaşıyam. Sizləri hər birinizi gözləyə bilərəm. Sağlıqla qalın. Sağ olun. Vecdə gəlmək. Ben ne istiyorum? Yine bir de sevdiği oyuncuyu vurdu. Korkun,
Ver şimdi bana. Ver şimdi bana. Bir şey bizim yadımızdan çıxıb, bizim sinif uşaqlarından biri yaddan çıxıb. Ağmalı Baxşəliyev. Onun məzarı buradadır, Novxandadır. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Yaxşı qardaşdır. Ruhu şad olsun, məkanı cənnət olsun, qəbri nurla olsun inşallah. Allah rəhmət eləsin. Allah rəhmət Bir şey danışmaq istirdim. Mənə bir dəfə bizim Ağa Kamil gördüm, üzəri yandırır. Dedim üzəri niyə yandırırsın? Dedim mən alverim yox. Dedim sen burada üzəri yandırırsan bu tüslü gedir Elşənə tərəf, Hacı Elşənə tərəf. Hacı Elşənin alveri artır. Allah Hacı Elşənə də rəhmət eləsin. Sonra Kamil getdi Hacı Elşənin uşağın qabağında yandırdı ki tüslüsü gəlsin bu tərəfə. Kamilin alveri olur. Kürek boyuna vurdu. Allah onların ikisini də rəhmət eləsin, ruhları şad olsun. Allah sizin hər birinizdən razı olsun. Tez-tez görüşək inşallah. Bugün bizim bu əziyyətimizi çəkən, səhərdən bizimlə bir yerdə olan Peymana da təşəkkür edirik. Ədalətlə mən də təşəkkür edirik. Onlar bizi yaddaşa köçdürlər. Allah sizdən razı olsun. Haqqınızı halal edin. Müəllimlərə bir daha təşəkkür edirəm. Allah onlara bərəkət versin. Allah sizə bərəkət versin. Siz qocalmayasınız. Siz qocalmayanda biz də qocalmayıq. Biz sizə baxırıq qocalmıyor. Bəli. Özümüzdən yaşlı görəndə fərəhlərə gəlir. Biz elə bilirik ki, qocalmamışıq. Elə siz yaşayın, biz də sizin kölgənizdə sizinlə birlikdə addımlayaq inşallah. Əziz olasınız, öpürəm sizin hamınızı. Allah razı olsun. Təşəkkür edirəm hər birinizdən. Bir də bu məclisi qurmamışdan əvvəl Zeynəb edirdim. Bir də məndən Kazım oxuyur. Zavada zəng elədi. Sonra mən Zavadla təmasda oldum. Adı Şirindir, adı Şirin. Milisiyada işləyir. Zavad dedi ki, mənim gözlərimsin. Məni o qədər sevindirdi. Uzaqda da olsa elə bil ki, kətdə idi. Məsələn, ona desəydim ki, sabahdır gələcəkdi. Təşəkkür edirəm təvə sənə. Allah razı olsun. Həqiqi mənada Mən də sizi nə qədər sevinmişdimsə, o sənin mənim sevincimə sevin qat. Həqiqi mənada. Mən belə sizi görmək mənim üçün çox Allah sən nə iş görürsənsə, neçə illərdir bir-birimizi görmürük. İndi bu formada bizi görüşdürmək, bizi həqiqi mənada. Halaldır sənə, halal olsun. Çox sağ olun. Allah razı olsun. sağ olun. Günlərimizdə sizdən ayrılır. Akşam toyda görüşəcəyik inşallah. İnşallah. Təşəkkürlər. Bugünkü məclisimiz çox gözəl keçdi. Allah hamımıza can sağlığı versin. Bu ərsiyə gətirən Əziz qardaşımıza mən minnətdarlığımı bildirirəm. Hüseyin çox əziyyət çəkdi. Bu məclisi ərsiyə gətirib, yaratdı. Biz də burada iştirak edirik. Allah görsünə də can sağlığı versin. Cavad qardaşımıza da Allah can sağlığı versin. Çünki biz yaxındayıq. Zağı Bakıdan gəlirik. 250 kilometr. 4000 kilometr. 4000 kilometr. Bir dənə zəngimizə, bir dənə zəngdə 4000 kilometr yol gəlib. Allah minnətdarıq Cavad sənə. Sağ ol. Allah sizə can sağlığı versin. Sən ki, bizim sözümüzü atdın. Gör, onun daxilində məhəbbət. Yoldaşlara, məktəbə, müəllimlərə məhəbbət maaşı gəldi. Allah can sağlığı versin. Allah sizə bu məhəbbəti heç vaxt. Salamat olun. Qalmasın, minnətdarıq sənə, gülsün. Allah sənə də can sağlığı versin. Bu məclisin sən qurdun, sən yaratdın, halallə zəhmətli. Mən çox xoşdur. Allah buraya yığışan bütün qardaşların canını salamat eləsin. Allah Teala bunları hamısını bir-birinə mehriban eləsin.
Allah Teala bunların bilirəm bala toyu görüblər. Zakirin oğlunun toyu görə inşallah. Allah Teala bunlara nəvə toyu qismət eləsin inşallah. Yenə də hər hansı bir versiyadan danışandan yenə də bu təşkilatçılıq üzrə gəlirik Hacı Gülsünün sözünə. Allah ona can sağlığı versin. Hacı Gülsün nəinki belə məclisdə. Mənlə çox xeyir işlərdə, bütün məclisi təşkilatı işlərdə həmişə biz bundan başa-baş işləmişik. Hətta onun məsləhətləri bizə çox önəmli olur. Allah hamısına, qərib diyardan gələn qardaşlarımıza da can sağlığı arzulayır bir dəfə. Toylarda görüşək. İnşallah. Xeyir işlərdə görüşək. İnşallah bundan sonra məni yaddan çıxarmayın. Mən də bir qardaş kimi sizin qulunuzda hazıram. Heç vaxtı yaddan çıxan olanda. İnşallah elə bundan sonra 14 iyun yenə mənim hər hansı bir işim olsa da mən sizdən bir yerdə olacağım inşallah. Dolabı surda tamadan dəyişək. Tamadan çolpa yeməyi. Allah ona can sağlığı. Burada sonra. Amma burada. Biz hoş Jüliye. Yaxşı. Tələsmə. Sen bir zamanda tepkine. Geyimimiz, hüququmuz biridir. Şagirdidir hamımızın adı da. Elə bil ki boyumuzda eynidir. Aman Allah nə xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz. Bir töhmətdən için yanardı. Hələ onda bilmirdik ki bunu biz bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı. Min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün en şirin duygulu kaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri. En temiz arzulu günleri. Mektep illeri ömrümün en şirin duygulu kaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri. En temiz arzulu günleri. Hele onda bu dünyanın şerinden, yalanından haberimiz yok idi. Qəm qüssəmiz, kədərimiz bir damcı. Hələ onda sevincimiz çox idi. Yazılanı bir silgiyle pozmaqda bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ, taley yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı. Min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün en şirin duygulu kaygısız günleri. Her anı bir ömre beraber seyir.